Və beləcə Allah Subhanahu taala Peyğəmbərimiz sallallahu əleyhi və səlləmi elçi olaraq seçib göndərdikdən sonra özündən öncəki dinlərin, şəriətlərin hökmünü qüvvədə salmışdır. Bu xüsusda da Uca Allah Taala Quran-Kərimdə Maidə surəsi 13-cü ayətdə buyurur ki: فبما نقضهم ميثاقهم لعناهم وجعلنا قلوبهم قاسية يحرفون الكلمة عن مواضعه ونسوا حظا مما ذكروا به ولا تزال تطلع على خائنة منهم إلا قليلا منهم. Uca Allah Teala buyurur ki, biz onlara verdiğimiz əhdi pozduqlarından dolayı lənətlədik. Söhbət Bəni İsraildən gelir. Biz onları verdikləri əhdi pozduqlarından dolayı lənətlədik və onların qəlbini daşa çevirdik və onlar bununla Allahın kəlamın yerindən dəyişdilər. Və onlara verilən şeyi unutdular. Yəni, həqiqi gələn dini şəriyyəti unutdular və verdikləri əhdi pozdular, unutdular və ayətlərin yerini dəyişdilər. Nə ki, havalarına, nəfslərinə xoş gəldi, o ayətləri, həmin o pozduqları, sildikləri yerə yazdılar. Yəni, Tövratdan, İncildən ayətləri silirdilər, öz yerlər istədikləri ayətləri yazırdılar. Və buna görə də rahiblərinə, onların rəhbərləri böyük pullar ödəyirdilər ki, o dini təhrif etsinlər deyə. Sonra buyur ki, sən onlara haçan baxsan, onları daima xəyanət edən görərsən, az bilgisimi istisna olmaqla. Və beləcə, Tövrat da, İncil də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm barədə müjdələmişdir və onun gəlişi barədə öncədən xəbər vermişdir. Lakin Yahudilər neynədilər? Bunu gizlətdilər, örtüb bastır elədilər. Ona görə bu günlər məsələn neçə cür İncil varsa, onların hamısı təhrif olunub. Hamısı. Hətta onlarda bir İncil var, onun adı Barnabadır, o muzeydə saxlanılır, kilsələr onu qəbul eləmir. Baxmayaraq, o da təhrif olunmuş bir İncildir, lakin onun içində bəzi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vəsifləri var. Vəsifləri var, ona görə onlar onu kilsə tərəfindən qəbul etmirlər. O muzeydə qorunub saxlanılır.